Mavi səmada aram-aram boylanan günəşin yoldaşına çevrilib, üst tuturuq Ordubad elinə. Bu dəfə sizə Ordubadın ən qədim kəndlərindən biri olan Dəstədən xəbər gətirmişik. Dəstə Ordubad rayonunun ən böyük kəndidir. Kənd rayon mərkəzindən 12 kilometr aralıda yerləşir. Buranın tarixi 16-17-ci əsrlərə çatır. Dəstə kəndi böyük tarixi hadisələrin şahidi olmuş. Lakin bu kəndin tarixi haqqında demək olar ki, uzun müddət heç bir sistemli şəkildə məlumatlar toplanmamışdı. Yalnız keçən il 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd edilən zaman Məcid Abdullayevin təşəbbüsü ilə Dəstə kəndinin tarixinin öyrənilməsinə ötəri Vüqarlı Dəstə kəndi kitabı işi qızı gördü. Dəstə kəndi coğrafi cəhətdən elə bir gözəl mövqedə yerləşmişdir ki, həmişə, yəni ən qədim vaxtlardan burada insanlar məskən salmışlar. Belə ki, cənubdan Araz çayının keçməsi, şimal tərəfdən isə böyük İpək yolunun keçməsi burada insanların yaşaması üçün əlverişli şərait yaratmışdır. Məhz elə buna görədir ki, Dəstə kəndinin ərazisində Araz çayının sahilində 2 yaşayış yeri, Zavastan və Zünzün əraziləri. Yuxarıda Böyük İpək yolunun üzərində isə 3 yaşayış yeri, Qazı, Topasar və Gəznə yaşayış yerləri mövcud olmuşdur. Və burada bir xüsusiyyəti də qeyd etmək lazımdır ki, bu 5 yaşayış yerini birləşdirən ümumi bir cəhət var idi ki, bu da onların su sistemi idi. 16-17-ci əsrlər Naxçıvan ərazisi Səfəvi Osmanlı müharibələrinin döyüş meydanına çevrilmişdir. Elə həmin vaxt dediyimiz bu yaşayış yerlərində də böyük fəlakət baş vermişdir. 1585-ci ildə Osmanlı qoşunlarının başçısı olan Cəfər Paşa Təbrizi işğal etdikdən sonra o Ordubada hücum edir. Ordubadı aldıqdan sonra isə yol boyunca olan bütün yaşayış yerlərinin hamısını darmadağın edir. Elə 1585-ci ildə dediyimiz Dəstə kəndinin ərazisində Qanlı Dəri adlanan yerdə bu 5 yaşayış yerinin birləşmiş qüvvələri ilə Osmanlı qüvvələri arasında şiddətli döyüş baş verir və nəticədə həmin bu yaşayış yerlərinin qoşunları məğlub olur. Bu hadisədən sonra burada olan salamat qalan əhali məcburiyyət ucbatından dəstə-dəstə kəndin nisbətən sakit yerinə, yəni Araz çayı ilə Böyük İpək yolunun arasındakı, bax, indiki ərazidə məskunlaşmağa başlayırlar. Dəstə kəndinin özünə məxsus gözəlliklərindən biri burada tarixin izlərini yaşadan evlər və məhəllələrdir. İnsan bu evləri seyr edəndə canlı bir tarix izlədiyini anlayır. Qədimliklə müasirliyin vəhdəti ilə qarşılaşır. Evlərin önünü başdan sona əhatələyən pəncərələr nağıllar aləmini yada salır. Dəstə kəndinin mənası isə bayaq dediyimiz kimi əvvəllər dəstək formasında olmuşdur. O ki, insanlar buraya dəstə-dəstə gəldilər, bir-birinə dəstək oldular və ona görə də buranın adı dəstək kimi səslənir. Bunu biz tarixi mənbələrdə də görə bilərik. Belə ki, Dəstə kəndində ən qədim tarixi abidələrdən biri olan Cümə məscidinin kitabəsində göstərilir ki, Cümə məscidi 1019-cu hicri tarixlə Hacı Məhəmməd Nağı Dəstəqi tərəfindən inşa edilmişdir. Eyni zamanda onun atasının da adı göstərilir ki, atası Məşədi Hüseynəli Dəstəqi olmuşdur. Deməli, buradan aydın olur ki, Dəstə kəndinin adı əvvəllər Dəstəq olmuşdur. Biz bunu eyni zamanda 1727-ci ildə Naxçıvan sancaqlığının müfəssəl dəftərində, hansı ki Osmanlılar bu ərazini işğal etdikdən sonra burada vergiləri qaydaya salmaq üçün xüsusi nizamnamə hazırlamışlar. O nizamnamə Naxçıvan sancaqlığının müfəssəl dəftəri adlanırdı və həmin nizamnamədə də elə Dəstə kəndinin adı Dəstək kimi göstərilmişdir. Dəstə kəndinə
o ilk insanlar ki dəstə-dəstə köçməyə başladılar, o zaman dəstədə əsasən 3 məhəllədə bunlar qərarlaşdılar. Bunlardan biri aşağı məhəllə idi, hansı ki, həmin məhəllədə yaşayan insanlar toxuculuqla və maldarlıqla məşğul olurdular. Meydan məhəlləsi idi, hansı ki, orada bağçılıqla məşğul olurdular və Singilək məhəlləsi idi ki, burada sənətkarlıqla, xüsusilə daş yonma, daş işləmə ilə məşğul olurdular. Mən son sözümü kəndimizin mərhum şairi Əsgərlinin bu şeiri ilə bitirmək istəyirəm. Əsgərlinin söhbətidir, sözüdür, döyünən ürəyi, görən gözüdür, hər yerdən gözəldir, cənnət özüdür, gözəl güşəsidir, ana vətənin, et tamaşa cəlalına dəstənin. Dəstə Arazın sol sahilində yerləşir. Əsrlərdir ki, Azərbaycan xalqının keçmişinə, həsrətinə, yarım qalan sevgilərinə şahidlik edən Araz, dəstənin də sirdaşı, yol yoldaşıdır. O yoldaşlara qoşulansa, bax, bu dəmir reyslərdir. O reyslər ki, bizi Zəngəzura aparacaq, yarım qalan arzulardan daha birini tamamlayacaq. Dəstə kəndinin igidləri Vətən müharibəsində yer alıb, müxtəlif orden və medallarla təltif olunublar. Kəndin 14 cəsur döyüşçüsü vətənə sipər olub və hazırda şərəflə xidmət aparırlar. Kənd sakinləri də həm o el oğullarının, həm də 1-ci Qarabağ müharibəsində şəhid olan döyüşçülərin xatirəsinə bağ və park salıblar. Həmçinin burada Ordubad rayonunun bütün şəhidlərinin fotosu yer alır. 3000-dən yuxarı həmişəyaşıl ağaclar, meyvə ağacları əkilibdir. Artıq bizim şəhidlər bulağında ağaclarımız meyvə də verib. Bu işimiz 2-ci ili keçib, 3-cü ili olacaq inşallah. Şəhidlərimizin adları hər zaman ürəyimizdə yaşayacaq. Şəhidlər bağından biz kəndimizdən cavan uşaqları əskərliyə, xidmətə yola salanda buradan yığışıb, buradan yola salırıq. Buradan həmin elə gördüyümüz Azərbaycanın gözəl bayrağını qaldırıb, uşaqları əskər yol salıb, əskərlikdən gələndə həmin uşaqları burada qarşılayırıq. Vətənə sevgini aşılayan, vətəni qorumağı öyrədən ilk ünvan əlbəttə ki, məktəblərdir. Elə biz də kəndin məktəbi haqqında sizə məlumat verəcəyik. Dəstə kəndində ilk məktəb uzun illər əvvəl yaradılıb. Ümumilikdə kənddə müxtəlif illərdə 3 məktəb fəaliyyət göstərib. Bu məktəb binası isə 2019-cu ildə istifadəyə verilib. Məktəbimiz 900 yerlikdir və bu tədris ocağında 541 şagird hal-hazırda təhsil alır. Bizim 3 elektron lövhə sinifimiz, 3 kompüter otağımız, 1 sistem otağı, kimya, biologiya, fizika laboratoriyaları, təmiz, işıqlı sinif otaqlarımızdan ibarətdir. Məhz bizlər də həmin bu gözəl tədris ocağında çalışırıq ki, gələcəyin təməlini sağlam quraq. Sağlam təməl, sağlam ölkə, sağlam dövlət deməkdir. Biz müəllimlərin də üzərinə o düşür ki, bu təməlin bu növrəsində böyük zəhmət çəkək, sağlam olsun. Onu qeyd edim ki, ötən tədris ilində Dəstəkənd Tam Orta Məktəbini 33 nəfər şagird bitirmişdir. Həmin şagirdlərimizdən 4 nəfəri yüksək balla ali məktəblərə qəbul olunmuşdur. Onlardan ikisi 600 baldan yuxarı, 2 nəfər isə 500 baldan yuxarı bal toplamışdır. Şagirdlərimizin uğurları təkcə ali məktəblərə və orta ixtisas təhsil müəssisələrə qəbulla deyil, eyni zamanda olimpiyadalarda da özünü göstərmişdir.
Onu qeyd edim ki, ötən tədris ilində Respublika Fənn Olimpiadalarında məktəb turu və rayon turu, daha sonra isə Muxtar Respublika turu təşkil olunmuşdur. Həmin turlarda məktəbimizin 9-cu sinif şagirdi Vəliquliyev Əli Eminoğlu Muxtar Respublika turunun da qalibi olaraq artıq Bakıda Respublika Fənn Olimpiadasının finalisti olmuşdur. Bu ildə olimpiadalarda uğur qazanan şagirdlərimiz çoxdur. 5 nəfərimiz yenə Respublika Fənn Olimpiadasının Muxtar Respublika mərhələsində iştirak etmişdir. Ümid edirik ki, həmin şagirdlərimizdən də yenə Respublika Fənn Olimpiadasının finalistləri olacaqdır. 11 sinif şagirdi Abbasova Rəyalə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin keçirdiyi sonuncu monitorinq imtahanında 262 bal toplamışam. Məktəbdə təhsil aldığım müddətdə dərslərdə həmişə fəal iştirak etmişəm. Bu yöndə müəllimlərimin rolu böyük olmuşdur. İmtahanda maksimum bal toplamağa qarşıma məqsəd qoymuşam. Hədəfimə çatacağıma da inanıram. Ən ali məqsədim gələcəkdə hüquq təhsili alıb, vətənim Azərbaycanı layiqincə təmsil etmək və ona layiqli vətəndaş olmaqdır. Kazımova Zeynəb, 3-cü ixtisas qrupuna hazırlaşıram. Sınaq imtahanları üzrə ümumi nəticələrim 600-650 var arasında olur. Uğurumuzun sirri çox oxumaq, planlı olmaq və məqsədli çalışmaqdır. Gələcəklə bağlı hədəfim ingilislik ixtisasına qəbul olmaq və ixtisasım üzrə təkmilləşməkdir. Peşəkar kollektiv, müasir standartlara cavab verən bina və qarşıya qoyulan məqsədlər. Əlbəttə ki, sadalınan nüansların nəticəsi də uğurlu olacaq. Ötən tədris ilində gələcəyin dahilərinin erkən inkişafına dəstək olan icma əsaslı qrant layihəmiz qalib olmuşdu. Layihə rəhbəri mən özüməm. Həmin ildən də şagirdlərimiz ötən tədris ilindən 40 nəfər şagird həmin qrant layihədən faydalanmışdır və o layihəni uğurla bitirdiyimiz üçün bu tədris ilində layihənin davamı olaraq yenə 40 nəfər şagirdimiz bu layihədən faydalanır. Hal-hazırda bizim məqsədimiz odur ki, məhz elə gələcəyin dahilərini erkən yaşda aşkarlayaq, onlara dəstək olaq. Dəstə kəndində 5000 sakin yaşayır ki, onların da əsas təsərrüfatı əkinçilik və bağçılıqdır. Yaz, yay aylarında bu kənddə qonaq olsaz, sizi ilk barlı ərik bağları qarşılayacaq. Göz işlədikcə uzanan sahələr bağçılıq üçün əlverişlidir. Kənd sakinləri qeyd eləyir ki, dəstənin torpağı çox münbitdir. Torpağın nazını çəksən, yaxşı da məhsul əldə edərsən. Bol qazancın da olar. İlin bu vaxtı isə həyətyanı sahələri ağ rəng öz ağuşunu alır. Bax, bu rəng qurulan onlarla istixanalardan soraq verir. Kənd sakinləri pomidor, xiyar və xüsusən də müxtəlif göyərtiləri qışın ilk aylarından əhməyə başlayır. Fevralın sonu isə bazara məhsul çıxarırlar. Elxan Həsənov da bu insanlardan biridir. 55 yaşlı zəhmətkeş bu sahəni atasından öyrənib. Atam bu işin həvəskarı olub. Bizdə də bu iş irsi olubdur. Ondan sonra da mən başlamışam bu işi davam eləməyə. Hal-hazırda bu 7-ci ildir ki, mən bu təsərrüfatla məşğulam. Torpaq sahəm 1200 kvadratdır hal-hazırda. Bir hissəsi xiyardır, bir hissəsi pomidordur. Sortlarımız da ki, çox gözəl, çox dadlı, ətriyyatdır. Yəni, müştəri özü gəlir qapıma. Kasetlərdir, kasetlərdə torf olmalıdır. Torfu ilə doldururuq, əkirik. Yəni, bir ay müddətində kasetdə çıxana ikinci aya girəndə o şitiri götürüb torpağa köçürmək lazımdır, körpə vaxtından. Hər parnikimdə 1500 şitildir, üst-üstə 7000. Deyim olar ki, 7000 də körpə uşağa qulluq edirəm. Qidaları vaxtında vermək lazımdır, çatışmayan vitaminləri vermək lazımdır. Əgər yaxşı məhsul almaq istəyirsənsə. Yoxsa elə-belə baxdın, yox, heç nə əldə eləyənməyəcəksən. Noyabr ayında bu şitilləri köçürmüşəm torpağa. Xiyarı da ki, yanvar ayında. Bu sərt soyuqlardan Allahın köməkliyi ilə əlimdən gəlib qorumuşam, saxlamışam ta bu günə qədər. Demək olar ki, pomidoru bu günlər, bu hardasa bir aydır pomidorun satışındayam. Xiyar da ki, 3 gün olar, satışa başlamışam. İstixana təsərrüfatı ən çətin təsərrüfatlardan biridir. Əkilən məhsulu həm qışın soyuğundan, şaxtasından qorumalısan,
həm də ən qısa zamanda bazara çıxarmalısan. Məhsul nə qədər tez bazarda yer alsa, qazanc da o qədər yaxşı olar. Elxan Həsənov isə bu işin öhdəsindən layiqincə gəlir. Naxçıvan Muxtar Respublikasında pomidoru ilk bazara çıxaran mən olmuşam. Yəni bu sort da yeganə olaraq məndədir. Yəni özünüz də görürsünüz, hər yer maşallah çiçəkdir. Bu çiçəklərin 50% tutsa, yəni əladır. Çiçəklərin də tutması üçün nə eləmək lazımdır? Bunun mayalanma dərmanı vardır. Mayalanma vaxtında vermək lazımdır. Çox güman ki, istidə olmalıdır. Axşamları əsasda, gündüzləri Allahın verdiyi bu günəşin enerjisini alırıq. Axşamları da istilik olmalıdır. Yəni zəhmətkeş adam üçün, işləyən adam üçün istəyir dəstə kəndi olsun, istəyir hansı kənd olsun, yəni torpaqdan nə isə əldə eləmək olar. Amma işləmək lazımdır. Öz işini də sevməlisən, mənim kimin. Qazanc valla desəm, belə kilosu deyim sizə. Yəni bu günləri mən əsas bu xaricdən gəlmə mallarından qiymətimi əlaqəli götürürəm. Yerli məhsul, yəni ki bu el aləmə bəllidir ki, yerli məhsuldur. Yerli məhsul. Məsələn, gəlir İrandan xiyar, bu gün də İran xiyarı 3 manatdır, topdanı 3.20-dir. Mən də o qiymətindən başlamışam. Pomidor da ki 4 manat, 4.50, 5 manata satışıdır. Amma bazarda pomidor var, 3 manata da almaq olar. Yəni o pomidoru bir dəfə yeyən, ikinci dəfə də o pomidorun arxasınca getmir. Pomidor var, mən sizə göstərə bilirəm, hal-hazırda 500-600 qram. 200-250 qramdan minimum başlayır, ta 600-700 qrama qədər bu pomidorun ağırlığı olur. Özü nazik qabıqdır, o dədə-baba sortu. Çox dadlı və təravətdir. Yolunuz Ordubaddan düşə, limon bağlarına üz tutmayasan, bu lap günah sayılar. Bugün Ordubad limonu brend halına gəlib. Süfrələrin bəzəyinə çevrilib. Ordubada səfər edən hər kəs ilk limon alır. Hətta insanlar bayramlarda bir-birinin evinə limon payı göndərir. Elə biz də bu gözəllikləri sizə təqdim edirik. Bugün culfa, Naxçıvan bazarlarında satışa çıxarılan göyərtinin əksəriyyəti Dəstə kəndindən gətirilir. Kəndin istənilən həyətində göyərti istixanaları görmək mümkündür. Ətrafı bürüyən bu göyərtiləri əkib becərmək də elə asan iş deyil. Ərazimiz 2200 metrdir. Əkdiyimizdəki göyərtilərdir, qarışıq hamısından pəncərlərdir, soğan, geçnik, bilans şeylərdir. Qarışıq hamısı. 9 ay burada əkin olunur. 9 ayda bütün pəncərlər əkmək olur. İldə 3 dəfə, 4 dəfə satdırıb əkmək olur. Hamısı pəncərləri. Eləsi var, ildə bir dəfə əkilir. Eləsi var ki, ildə 4 dəfə əkmək olur bunlar. Mart ayından başladı, getdi noyabrın axırına qədər əkin davam edir. Hamısı əkilir, hissə-hissə əkilir, hissə-hissə bazara çıxarılır. Ən çətini reyhandır. Çox soyuğa davamsızdır. Ona görə gec əkilir o, biraz parnikdə. Bu birisilər ki, bütün mövsüm əkmək olur, onun qorxusu yoxdur. Əkin barədə onun niyarançılığı yoxdur. Hamısı eyni qaydada hissə-hissə əkilməklə və bazara yavaş-yavaş çıxarılır. Biz əsas Culfa rayonuna aparırıq. Əsas 12 ildir mən orada alver eləyir, öz məhsulumu orada satıram. Alıcılar da ki, çox təşəkkür edirlər ki, göyərtin qəşəng olmağına görə. Narahatçılığı yoxdur. Qiymətlə ki, Naxçıvana baxmış, çox aşağı qiymətə satılır orada. Özüm də o qiymətə satıram ki, əhaliyi nəzərə alıram. Elə olur ki, güzəştli şərtlərlə də satmaq olur, öz malımdır ona görə. Dəstə torpağı biraz qəliz torpaqdır. Ona görə ki, buna pehin zad verməsən, məhsul almaq mümkün deyil. İldə hardasa bir 8-10 maşın pehin verilir bunlara ki, yerləri keyfiyyətli olsun. Ona görə ki, il boyu məhsul çıxartmaq olur.
yerbəyer dəyişiklik olur da. Soğan yerinə geçmiş vursan, geçişin yerinə başqa pəncərələr vurursan, həmişə hissə çönür orada. Soğanı ikisini bir yerdə, 2 il bir yerdə kəndə orada olması heç vaxt. Bu zəhmətlidir, çox zəhmətlidir. Əkindən tutmuş, alağından tutmuş, bağlamandan bazara çıxmağına qədər əziyyətlidir. Ona görə çətindir biraz. Mehriban, qonaqpərvər kənd sakinləri ilə tanış olaraq sizin də evlərinizin qonağı oluruq. Bəzən qədim tikillər, bəzənsə yeni binalar söhbətimizin nə qədər maraqlı olacağından soraq verir. Ordubad evlərinə xas bir nüans daha diqqətimizi cəlb eləyir. Zəngilbab və Taqqılbab. Kameraların yaddaşına bu kadrı da əlavə edib üst tuturuq yeni bir ünvana. Ordubad deyəndə hər kəsin ağlına ilk olaraq fərqli sənət sahələri düşür. Orta əsrlərdən etibarən bu rayonun İpək yolunun üzərində yerləşməsi Ordubadlıların sənətə olan marağını artırıb. Hər kənddə, hər eldə müxtəlif sənət sahələri yaşadılıb. Pinəkçi sənəti də bunlardan biridir. Bu sənəti həm öyrənmək, həm də davam etdirmək xüsusi səy və səbr istəyir. Sənətin sirlərinə yiyələnmək isə uzun illər tələb eləyir. 77-ci ildə məktəb vardı. Mən getdim, biri orada oxudum. Oxuyandan sonra gəldim usta yanına. Allah rəhmət etsin ustama, dünyasını dəyişibdi. Ustanın yanında 6 ay qaldım. 6 ay qalanda birinci gəlməyə iynə biz verdi əlimə. Kurçok yox idi, kurçok. İynə biz idi. Bir dəfə, 2 dəfə, bir ay mən bu iynə bizi keçirənmədim mənim. O iynə bizi öyrəndim, götürdüm. Allah qəni rəhmət eləsin. Ondan razı qaldım. 44 ildir mən bu sənətdə işləyirəm. Mən bu 44 ilin ərzinə bu ayaqqabıya, xalqa xidmətimi eləmişim. Xalqım da həmişə də razı qalıb. Hər yanda da işləmişəm, Göygöldə də işləmişəm, Dırnızda da, Vənətdə də, Ordubadda da, hər yanda işləmişəm. Dəstə kəndində də işləyirəm, bu dəqiqə də işləyirəm. Mən həmişə dövlətimlə razıyam, razılıqda qalmışım. Mən valla bu çətin sənətdə mən özümü saymamışım. Ən hasan özümü bilmişim. Əgər usta çətinlik bilsə ki, usta sənətkar ola bilməz. Mən elə uşaq dövründən bu sənətdə işləmişəm. Uşaq dövründə də mən razı qalmışım bu sənətimə. Niyə? Oğul da evləndirmişəm, gəlin də sahibiyəm, qız da ərə vermişəm, nəvə də ərə vermişəm, nəticə də görmüşəm. Mən şükür alancam, razıyam, damım da var, daşım da var, maşınım da var, hər şeyim vardır. Bu sənətindən mən sahibi olmuşum hər şey. Hər şeydə arzuma çatmışam. Deyirlər, o evdə bərəkət olur ki, orada ağsaqqal öyüdü, ağbirçək nəsiyyəti var. Elə biz də kəndin uzun ömürlü ailəsinə tanımaq və onların xoş söhbətinə qoşulmaq üçün yol alırıq Məmmədovlar ailəsinə. Şirəli baba və Səkinə nənə 45 ildə ömür yoldaşıdırlar. Şirəli baba deyir ki, ailəni güclü eləyən sevgidir. Sevgi olan yerdə anlayış da olur, hörmət də. Evdə indi bəzən deyirlər kişinin sözü olmalıdır, qadın yəni aşağı səviyyədə olmalıdır, qadın nə desələr amiranə mütü olmalıdır, belə deyək. Mən bunun əleyhinəyəm, çünki qarşılıq, məhəbbət qarşılıqlı olmalıdır. Yəni səmimiyyət qarşılıqlı olmalıdır. Mən xanıma indi o münasibəti göstərirəmsə, xanım da gərək o münasibəti mənə göstərsin. Nümunəvi ailə, necə deyim, hər şey başa düşmək. Ne deyim, hər şey başa düşməlidir. İşte böyükdən kiçiyə qədər. Belə möhkəm saxlamalıdır ailə arasında, olsun, möhkəm saxlamalıdır ki,
daxil olmasın. Bir-birini başa düşmək lazımdır. İndi məsələn biz bir-birimizi elə əvvəldən başa düşürük, anlaya bilirik. Yəni ki, məsələn mən əvvəldən demişəm ki, mənim xarakterim budur. İndi yəni ki, uzun müddətdir indi məsələn biz ailəliyik, hələ Allaha min şükür ki, bir dənə də artıq sözümüz, zadımız çıxmayıbdır. Yəni ki, bu küssün getsin atası gilə, mən də sonra nə bilim buna bir başqa ağır söz zat deyim, belə bir şey bizdə olmayıbdır. Allaha min şükür. Şükür ki, indi o gəlinimiz də bizə elə bizdən o nümunə götürüblər, bunlar da bizim kimidirlər, o nəvələr də. Yəni ki, ailədə olur da, hər şey ailədə görüb götürülür. Bu balaca uşaqlar, nəvələr bizdən götürürlər. Nümunəvi ailə həm də zəhmətkeş ailədir. İnsan nə qədər zəhməti sevsə, vətəninə, torpağına bağlı olsa, ailəsinə də bağlı olar, deyir Şirəli baba. Uzun ömürlü ailənin sirrinin də, bax, bu nüansda gizləndiyini vurğulayır. Ailə də kiçik bir vətəndir. Ailə də kiçik bir, deyək ki, bir vətənin bir hissəsidir. Vətəni insan öz vətənini sevirsə, öz vətəninə bağlıdırsa, deməli, ailəyə də bağlı olmalıdır. Ailəni də sevməlidir ki, hər şey ailədən başlayır. Vətən sevgisi də ailədən başlayır. Torpaq sevgisi də ailədən başlayır. Nə bilim, elə xalqa sevgi də ailədən başlayır. Baba, sizin üçün bir dənə ifa eləmək istəyim. Buyur balam, görüm də məharətini göstər görək. Könül oxşayan xoş xatirələrlə bir evdən daha ayrılırıq. Yazın nəfəsi doyulur. Ara sıra külək də yoldaşlıq eləyir bizə. Bu dəfəki çəkilişimiz Novruz bayramına təsadüf etdiyi üçün qonaq olduğumuz bütün evlərdə bizi oxşar mənzərələr qarşılayır. Yam-yaşıl rəngi ilə göz oxşayan səmənilər də, bax, bu mənzərələrdən biridir. Bugün biz sizinlə Dəstə kəndi haqqında, adət-ənənələri, milli dəyərlərimiz haqqında danışacağıq. Səməni Novruz bayramına qalmış, 4 həftə qalmış əvvəlcədən dənli bitkilərdən, arpa, buğda, lobya və digər dənli bitkilərdən istifadə edərək düzəldilir. Bu zaman biz arpanı, buğdanı bir gün əvvəldən yuyub suda saxlayırıq. Səmənin düzəldilməsi əsasən xüsusi diqqət, qayğı tələb edir. Səmənin düzəldilməsi qədim adətlərdən biri olduğu üçün biz səmənini əsasən ilin ruzili, bərəkətli olması haqqında düzəldirik. Əgər səməni cur, sıx böyüyərsə, deməli il ruzili, bərəkətli bir il olacaqdır. Novruz bayramı bitdikdən sonra biz səmənini axar suya və yaxud da ki çaya aparıb qızlar, gəlinlərimiz arzu tutub suya buraxırıq və onda səməniyə aid bir deyim də deyirik. Səməni, saxla məni. Hər il göyərdərəm səni.
Ordubad şirniyyatları adı, dadı ilə daim seçilib. Süfrələrimizin bəzəyi olub. Həm də Ordubadın dillər əzbəri olan paxlavası, kökəsi bayram hazırlıqlarından xəbər verir. Sevimli çağlarımdır, baharım baharımdır, dağlarım elkarımdır, Azərbaycanım mənim. Sevimli çağlarımdır, baharım baharımdır, dağlarım elkarımdır, Azərbaycanım mənim. Dəstə kəndinin ən ləziz yeməklərindən olan təndir çöçəsi bişiririk. Başqa yerlərdə buna çöçə desələr də biz çöçə deyirik. Çöçənin hazırlanması üçün 2 kiloqram un, 1 litr süd, yarım litr yağ, duz, maya əlavə olunur, xəmir yoğrulur. Sonra onu gözləmədə qoyuruq 1 saat. Xəmir şişdikdən sonra onu içlik qoyub bişirməyə başlayırıq. İçlik içində yarım kiloqram yağa, 1 kiloqram soğanı xırda-xırda doğrayıb qızardırıq. Sonra cəviz əlavə edirik, qoz ləpəsi əlavə edirik. Bu da çöçənin içliyi olur. Çöçələri təndirə bişiririk. Elə ki, mart ayı gəldi, qonum-qonşular yığılırıq, təndir çöçəsi, paxlava, şəkərbura, şirniyyatlar, müxtəlif şirniyyatlar bişiririk. Bişirdiyimiz bu çöçələri, şirniyyatları bayramda, Novruz bayramında stolun üstünü bəzəyirik. Bir də ev limonu. Ordubad çöçəsi, ev limonu, bu təmiz havadan doymaq olarmı? Azərbaycanım, kəsimi şərəfi, qolarımın qüvvəti, Azərbaycanım. Gün bitir, bizim kəndə olan səfərimiz isə yekunlaşır. Sonsuz xoş xatirələri özümüzə yoldaş edib, Naxçıvan şəhərinə geri qayıdırıq. Musiqinin, rəqsin sehirli səsi ilə sağollaşırıq. Yenidən görüşənədək.